Hamınıza salam dəyərli YouTube izləyicilərim. Bugün sizlərlə bu videoda sizlərə, cücələrə hansı yem verilməlidir ki, çəkisi tez artsın, hətta 2-3 aya 2-3 kilo, 3-4 kilo olsun və hər aya görə ay qədər, yaşı da ay qədər çəkisi də olsun. Məsələn, 1 aydısa 1 kilo olsun, 2 aydısa 2 kilo olsun. Onu bu videoda sizlərə söyləyəcəm. Amma bu o qədər. Keçirik videomuza. Amma bu o qədər də asan deyil ki, 1 aya 1 kilo, 2 aya 3 kilo olsun. Bunun üçün cücələrə xüsusi qulluq tələb edilir və hinnin, fermanın təmizliyi vacibdir. İndi tük tökmə dönəmləri olduğu üçün artıq çəki artması yoxdur cücələrimizdə. Ancaq tük tökmə məsələsidir. Onlara tük tökmədə stres, qovlama, daş atma, heç bir şey olmaz. Və yaxud da yumurtalayarkən, yəni onun gözünün önündə yumurtanı götürmək olmaz. İndi bunlar yumurtalamır, o heç. Amma gözünün önündə yumurtanı götürmək olmaz da. Stresə girə bilərlər tük tökmə dönəmində. Amma tük tökmə dönəmində çox toyuq heç yumurtalamır. Nə də çəki artmır, ancaq tük tökürlər də. Çünki bu dönəm yayda tük tökmədə avqust, sentyabr, payız aylarında çox vaxt tökürlər. Necə ki, ağaclar yarpaqlarını tökdüyü kimi, toyuqlar da, cücələr də, bəzi ördək, qazlar bu dönəmlərdə tüklərini tökür. Qazlar çox vaxt belə aylarda tökür, amma cücələr artıq başlayıblar, qazlar may ayından o vaxtdan tökürlər qazlar. Sadəcə bilgiləndirmək üçündür. Yəni burada qaz yoxdur. Ördəklər soruşursunuz, ördəklər satılır. Çünki ördəklər ya sırf cücə olmalıdır, ya da ördək. O 6 dənə ördək böyüklərdən idi də, balacalar heç. O böyüklər 6 dənə idi. Əgər cücələr 6 dənə, bunları satardıq. Çünki bunlar çoxdur. Bunu biz ancaq 1-2 aya satarıq. Çünki reklam, paylaşmaq, müştəri tapılması. Alanda məsələn 30-40 dənə almayacaq ki, bunlar qiyməti baha olduğuna görə də. Xoruzlar 45-50 manatdır 8 aylığında. Amma bunlara görə xoruzlar 25-30 manat arasıdır. Yəni toyuq qiymətinə. Toyuqlarda daha ucuz qiymətə. Xoruzlar toyuq qiymətinə satılır hal-hazırda. Ona görə böyüdüb 8 aylığında satmaq daha məsləhətdir. Amma ördəkləri, səsli ördəkləri, böyük səsli ördəkləri 10 manata satdıq 3 ədəd. Balacaları isə 5 manata. Çünki onlar balaca idi. Amma 1 aylıq 3 manat olur, böyük olur. Bizdəkilər biraz inkişaf etməmişdi. Ona görə 5 manata satıldı. Amma yenə bahadır öz qiymətindən. Balacalar isə, böyüklər isə yəni normal öz qiymətidir. Bazar qiyməti ilə 7-8 manatdır. Amma adi ev, məsələn, belə satış 10-15 manat. 15 manatda lal ördək olur. 15-30 manat arası. Amma belə səsli ördək deyir. Bunlara biz yeni yem almışıq. İndi onlara göstərəcəm. Biz bildiyiniz kimi bir dənə xoruzumuz ölmüşdü. Çünki xəstəlikdir, xəstə. Ona nə qədər dərman verdi, düzəlmədi. İndi keçək o cücəni göstərim sizə. Baxın, bunlar burada yatıb. Cücələr, bu balaca cücələr soqarsın. Bunlar artıq sağalıblar. Baxın, bu gördüyünüz bu xəstə. Buna biz 2 dənə böyük tabletka vermişik. 2 gün para-para. 2 dənə oksitetrasin vermişik. O sağaldı bununla. Bit dərmanı vurmuşuq, o heç. 1 dəfə, 2 dəfə vurmuşuq. Ölənə isə 4 dənə, 5 dənə vermişik oksitetrasinin. Bit dərmanı vurmaqda 3-4 dəfə, amma öldü. Yəni bunun immuniteti daha güclü çıxdı da, onunla müqayisədə. Çünki ona nə qədər dərman versək də, cücələrdə və heyvanlarda biraz immunitet olsa, biz ona 1-2 kömək etsə, özü sağalacaq. Amma immuniteti olmasa belə, biz ona nə qədər dərman, vitamin versə sağalmayacaq. Onun üçün belə bir dərman kompleksi qatırıq sularına. Baxın, bu oynaya gəzəndi, artıq o da gəzə bilir, o da yıxılmışdı. 4 dənədir.
5 dənə idi, bax biri öldü. O dediyimiz kimi bunlardır. Əvvəl burada idilər xəstə olan vaxtında. Sağalıblar, çıxarıb bayra. Amma 10 gün istənilən xəstələnən cücələr 10 gün qalmalıdır belə bir yerdə ayrıca. Ən azı 10 metr məsafə olmalıdır. Onlar orada yatdıqları üçün bunlar da burada. Belə bir baytardan soruşduq və yorumlarda baxdıq. Chictonic adlı belə bir dərman verdilər. İndi ondan qataq. Müddəti 1 saatı. 1 saatı içməlidir, amma sonra ağarır da. Qatırıq. Qarışdırın. Belə qarışdırırıq. Zaten özü qarışacaq. Həll olacaq. Qatı maddə olduğu üçün biz qarışdırırıq. Şimdi bunu içəcəklər. Qanları bildiyiniz kimi bit dərmanı vurmuşuq. Bit onların qanlarını, bunu qoyaq bura. Bit onların qanlarını azaldır, ayaqları qıc olur, yerə yıxılır. Bu hal baş verəndə də artıq qan azlığı, vitamin azlığı olur. Biz də bu suyu verdik. Artıq onda qan artdı. Ayaqları da düzəldi. İndi əsas məsələ qaldı. Vitaminin güclənməsi, o da düzələcək. Çünki dərman veririk hər gün. Yenə alacağıq. İndi keçək o birisi cücələrdə. Baxa görək. Var mı sularında? Götürək yenə bunu. Gedək qataq onların sularını. Suları təbii ki azalıb indi. Varsa. Bax. Aha, hal-hazırda azdır. Gedək su gətirək. İndi bir dənə videonu kəsim. Baxın, orada küldə eşələnirlər artıq. Küldə eşələnməli də bit üçün yaxşıdır. Amma hıqqanan, baxın ortadakı. Onu da indi ayıracağım. Onda bit var. Bit üzrü sanki qurdu var. Əgər elə bir səs çıxardırsa, onda qurdu var. O səs həmişə qurddan irəli gəlir. Və bir də bu dərmanın içində xüsusi bir dadlandırıcı olur, ekstrat. Onları dadı cəlb edir bunları. Bunu indi 2 qram qatmı, 1 litrə 1 qram qataq. Artıq içə bilərlər. Amma bəzən deyilir ki, indi bunu da o xəstələrə qataq. Baxın, içdilər. Sadəcə suyu sarı olduğu üçün hələ tanış deyirlər. İkinci dəfədir veririk. Bu qalanda bu çox sarı deyil. Bunu da qatırıq buna. Qarışdırıq. Əsas onlardır. Bunlar artıq sağalıb da. Sürpriz də qoyaq bura. Yem olaraq da indi yemi də göstərəcəm, amma içməklərinə baxaq. Yemi də indi ətraflı sizlərə göstərəcəm. Sadəcə videonun ikinci qismında sizə yem deyəcəm. Artıq videomuz 16 dəqiqədir. 8 dəqiqəsi buna getdi. 8 dəqiqəsindən ona deyəcəm. Keçək yemə. Baxın, yemimiz belədir. İçində hər bir dadlandırıcı da var. Dadlandırıcı qatılıb. Yem olaraq içində qarğıdalı var. Bir də buğdanın yarması yox. Buğdanın 2 yerə bölünmüşü. Parçalanmış 4 yerədir. 5-6 yerə bölünür yarmasında parçalanmışında. Amma bu 2-3 yerədir. Hətta 2 yerədir. Belə. Qarğıdalının da parçalanmışı var. Buğda parçalanmışı kimi. Bax, bunu veririk artıq. Qarğıdalı həm enerji verir. Buğda da kökəldir. Ki, buğda biraz vitaminin aşağı salır, amma daha çox yerdə. Buğda vitaminini aşağı salır, qarğıdalı isə qaldırır. Vitamini tarazlıqda qalır. Şimdi görək, bunu yeyəcəklərmi, yeməyəcəklərmi? Qısa bir dənəmə eləyək. Görək ki, necə xoşlarına gəlir. Yeməyəcəklərsə, deməli, xoşlarına gəlmir. Biraz qaba tökək. Hamısı gəldi. Deməli, yem həm dadlıdır, həm vitaminlidir. Onlar indi doyanlardır.
Biz bilmədik yox qurd xəstəliyi hansı idi, onu ayıracaqdıq. Heyf. Buradan getdi. Baxın, xoruzda hamısı eşələnir. Xəstələrin bitlərini də biz heç vaxt burada təmizləmirik. Çünki xəstələrin bitləri bura tökülür, sonra yenə canlarına, bədənlərinə hopur. Ona görə qəti burada eləyirik. Buradan çox bit uça bilmir də, bit ancaq gəzir. Heyvanların biti, heyvan biti heç vaxt uça bilmir də, o yaranır. İsti mühitdə yaranır. Məsələn, elə bakteriyalar var ki, isti mühitdə artır. Eləsi də var soyuq mühitdə. İndi bu bit isti mühitdədir. Soyuq hava olarsa bitlər hamısı məhv olur. Baxın, orada yeyirlər. Cücələrin 2 aya 2-3 kilo olmağı ən birinci başda keyfiyyətli yem olmalıdır. Keyfiyyətli yem olmazsa cücələr təbii ki arıqlaya bilər. Məsələn, elə arpa verirlər, eləsi var buğda verir. Sırf buğda vermək olmaz. Vitaminli yem olmalıdır. Orada da bir yemimiz var. Onu da göstərim sizlərə. Bunu hələ ki vermirik. Baxın. Bu artıq çox verilir. Bu da doza kimidir də, dərman kimi. Dozadan artıq vermək olmaz. Baxın, çıxıb ora. Dozadan artıq veriləndə, o məsələn, ondan verə bilərik bir cücənin ömründə 6-7 ay verməliyik. Bir toyuq ömrü, məsələn 8 ildirsə ona verməliyik 6-7 ay. Amma il olaraq ildə 2 ay versə, 1 ilə 2 ay. O yemlə versə, təbii ki yaxşı olar. Çünki hər il onun vitamini aşağı düşür, vitamin verməyəndə. Ona görə verməliyik. Əgər belə dərman vitamini vermək istəyirsinizsə 6 aydan bir. 6 ayda 2 dəfə, ikinci 6 ayda 2 dəfə. Yəni 1 ildə 4 dəfə verilməlidir. Belə cücə doğulanda peyvənd də vura bilərsən. O dərmanların çoxu, bəziləri onlar üçün kimyəvidir. Təzə çıxan cücəyə peyvənd olmaz. Ancaq yem peyvəndi. Yəni yemlər verməlisiniz ki, yaxşı. O daha tez inkişaf etsin, həm də kökəlsin, yaxşı olsun. Amma ən uyğunu isə kürt toyuğun saxlamasıdır. Onda yəni daha tez böyüyür də, kürt toyuq saxlayır. Belə deyilsə, siz vitaminli yemlər alırsınız təbii ki. Biz o cücələrə 3 dənə qarılara avstrotopla. Biz həmişə nə buğda yarması da verirsə yeyirdik. Dənəmə elirdik ona görə. Verirdik. Biz onlara buğda yarması da verirdik. Üzrsən, qısa qapanma oldu video. Buğda yarması da verirdik. Onlar heç nə olmurdu da, yəni yaxşı sağlam qalırdılar. Çünki kürt toyuq yerdən qurd da tapır, yeri axtarırdı, o gəzir, qurd falan tapır, verir cücələrə. Çağırır onları. Onların indi öz dilləri var da, nə bilim. Çağırır, yem yedizdirir. Onların əsas yemi qurd olur, yerdəki qurdlar, xırda böcəklər falan, bunlar olur. Amma belə cücələr qurd böcəyi də tapır, amma əsas yem kimi olmaz da, zərərli ola bilər, ətində bakteriya yarana bilər, amma belə yem verə bilərsiniz. Starter yem, başlanğıc yemi ilk vaxtlarda verirsiniz, ilk bir ayda, amma istəsəz imkan daxilində 20 gün, 10 gün verə bilərsiniz. Amma daha sağlam olmasını istəyirsiniz, 1 ay verməlisiniz. 1 ay, 10 gün ən gec müddətdə, amma 1 ay ya 20 gün, ya 10 gün olmaz da, çox 10 gün verir, amma 20 gün 1 ay. Biz amma bunlara o yemi 2 ay vermişik, başlanğıc yemi, bəli. Sonra o birisi yemi keçdik, başlanğıc yemin irisindən. Ona verdik 4 ay, 5-ci ayında da ondan verdik. Hətta 6-cı ay idi ki, biz yenə verirdik. Onun başqa yemindən də xırdalanmış. Eyni yemin də sadəcə iri dənəli idi. Ondan verdik. Baxın. Artıq küldə eşələnənlər. İndi onların qurd hansı var, onlara videodan sonra belirtiləcəm, göstərəcəm. Amma küldə eşələnmələr çox yaxşıdır. Çünki küldə... Külü isə hansı kül olmalıdır, nə külü? Odun külü, taxta külü, içində heç bir plastik olmalı deyil. Plastik olanlar onlar üçün, bədənləri üçün, dərisi üçün, tükləri üçün ən zərərli kimyəvidir. Çünki butulkanın, rezin, plastiklərin yeri zibil, çöp qutulardır, zibil qutulardır. Bunların yeri
Taxtanın odunun külü isə onlar üçün ayrı bir yandırmaqdır ya da başqa bir şeyə istifadə etməkdir. Yandırırıq. Bu plastik indi burada var. O demin o su qabı idi, yer düşüb ora külə yatıb. Küldə işələnir. Baxın, kül yaşdı, biraz yağış yağı ondan da olar, amma əsas toz çıxmalıdır küldən. İndi birazdan yenə kül yandıracağıq. Odun yandıracağıq da. Taxta odun olur, amma ən yaxşısı odundur. Ağac odunu. Quru odun daha yaxşıdır onlar. Bunlar baxın kölgəlikdə yatır. Toyuqlar böyüyüb artıq. Baxın bu. Xoruz böyüyüb, kökəlib. Bunların amma baxın eləsi var uzun quyruqdur, eləsi var uzun quyruq deyil, torus xətti uzun quyruq. Bəzi xoruzlar var uzun quyruqdur, bəziləri var uzun quyruq deyil. Keçirik, hinimizi təmizləmişik. Göstərək. Amma yenə çikləndiriblər. Amma biraz təmizləmişik, dünən təmizlədik. Dərmanladıq, bitə qarşı, bəzi qurd, böcəklərə qarşı təmizləmişik. Baxın, bunun içində, amma yenə bulaşdırıblar. Əvvələ məsələn 10 dənə, 15 dənə belə olanda çox bulaşmırdı. Amma indi biraz saya artıq olduğu üçün çox az. Baxın, taxtalarda çox olurdu. Böcək, kərtənkələ, onlara qarşı da sprey vuruldu. Amma kərtənkələ deməyin, kərtənkələ heç bir dərmanladır, bəlkə ölüb, ancaq ölməməsi daha yaxşıdır. Çünki kərtənkələ bəzi böcəkləri, qurdları yeyir. Ona görə belə bir, burada kərtənkələ daha çox atmağı fikirləşirəm, düşünürəm. Kərtənkələ nə qədər çox atsaq, o qədər də böcəkləri yeyər. Kərtənkələ artmaq lazımdır, artırmaq. Və bəzi amfibiyalar var ki, onlar qurd, böcəklə qidalanır, amma heç bir cücələrə ziyanı yoxdur. Amma bəzilərdə, məsələn, kərtənkələ, tısbağa, ilbis, belə heyvanlara zərəri yoxdur. Bundan ziyanı yoxdur cücələrə. Amma məsələn, sıçovul sıçan əlbəttə ki, ziyanı var. Çünki onlar yeyir də heyvanı boğa bilər. Baxın, bu xoruzumuz artıq ranlamağa başlayıb. Yeyə bilər. Amma daha xırdalar, sıçanın balaca. Sıçan yiyənməz. Amma zərər verə bilər. Zərər verə bilər toyuqlara, xoruzlar yox, toyuqlara verə bilər. Amma bəzi dələ kimi, sincap kimi belə heyvanlar əlbəttə ki, verə bilər. Zərər verə bilən heyvanlarımıza, toyuqlara, xoruzlara. Çünki ördəklər niyə biz satdıq? Çünki yem vermə məsələsində çətinlik idi. Çünki o birisi ördəklərə yem verəndə cücələr qoymur, cücələrə yem verəndə ördəklər qoymur. Bir dəqiqə xahiş edirəm. Yem vermə məsələsində çətinlik olur da. Ona görə ördəkləri satdıq. Cücələrdə sata bilərdik, amma biraz çətin olur. Çoxdur olduğuna görə 1 ay, 2 aya satacağıq. Onda da ördəklər yumurtalayacaq. Çətin olacaq. Ona görə azı satdıq. Çoxu qaldı. Amma ördək belə olaraq o ayrıca setka yer var. Orada saxlayacağıq qışda. Çünki ayrıdır. İndi ağlımıza gəlmədi. Orada bəzi bitkilər var. Onlar yeməsin. Ona görə buraxmadıq. Amma qışda ola bilər. Buraxacağıq. Bəzi otlar da var ki, ondan da qidalana bilər. Artıq bir videonun da sonuna çatdıq. Zəhmət olmasa 100 abunə olaq. 93'ü 7 abunə qaldı. Yəni çoxa gəlmişik. 100 abunədə maraqlı bir kontakt videosu ilə qarşınızda olacaq. 100 abunə olaq. Bir videonun da sonuna gəldik. Sağ olun, salamat qalın.